Doktor, el arasında anadan gəlmə sünnətli uşaqlar deyilir. Bu nədir və sünnət olunurmu bu uşaqlar? El arasında anadan gəlmə sünnətli uşaqlar tibbi dildə hipospadiya adlanır. Bəzən də el arasında peyğəmbər sünnəti deyilir bu uşaqlara. Və yanlış olaraq belə deyək, nənələr, babalar sevinirlər ki, övladım sünnətli doğulub. Əslində isə bu bir patologiyadır və gələcəkdə müəyyən problemlər gətirib çıxara bilər. Hipospadiya nədir? Anadan gəlmə sünnətli nədir? O haqqda məlumat vermək istəyirəm. Hipospadiya sidik kanalının xarici dərinin orqanın ucunda deyil, alt hissədə bir nahiyə açılmasıdır. Bu uşaqlar qəti olaraq sünnət olunmalı deyillər. Bu uşaqlara cərrahi əməliyyat icra edilməlidir. Hansı ki, xüsusi cərrahi əməliyyatda həmin o kanal ucuna qədər yığılmalıdır və əməliyyat zamanı, gedişatı zamanı sünnət də o zaman olunmalıdır. Bəzən yanlışlıqla sünnəti icra edirlər. Əslində bunun forması necə olur? Sünnətin ön hissəsi açıq olur, yəni baş glans dediyimiz hissənin üzərini dəri örtmür, amma arxa hissədən bir kapşonka kimi bir dəri olur, onun üzərini örtür və yanlışlıqla o dərini götürürlər, deyirlər ki, biz sünnət etdik, bu uşaq belə olmalıdır. Amma əslində elə deyil. Həmin o götürülən dəri hipospadiyada əməliyyatın gedişatında lazım olan bir dəridir. Ona görə bu uşaqları uşaq uroloquna, uşaq cərrahlarına müayinə etdirmək və əgər əməliyyata ehtiyac varsa, onlar əməliyyat etməlidirlər. Doktor, bəs bu uşaqlarda gələcəkdə sonsuzluqla bağlı hər hansı bir problem yarana bilərmi? Deməli, hipospadiyanın növləri var. Yüngül, orta və ağır forma hipospadiyalar var. Yüngül formalarda demək olar ki, sonsuzluq problem yaratmır. Orta forma hipospadiyalarda bəzən yaradır, bəzən yaratmır, amma ağır forma hipospadiyalarda bəli, sonsuzluq problemi yaradır. Və bundan da əlavə hansı problem yaradır, o haqqda məlumat vermək istəyirəm. Uşaq düzgün sidiyə çıxa bilmir. Sidik kanalı orqan ucunda olmadığı üçün, alt hissədə olduğu üçün istiqaməti aşağı doğru olur. Daha ağır formalar hipospadiyalarsa uşaq məcbur olaraq oturaraq sidiyə gedir. Çünki onun istiqaməti belə deyək, qadın cinsiyyət quruluşuna oxşuyur və ona uyğun sidiyə çıxanda oturaraq məcbur olaraq sidiyə çıxır və bu gələcəkdə sonsuzluq yaradır. Düzgün spermlərin düzgün istiqamətdə getməməsi və yumurta hüceyrəyə çatmaması nəticəsində bu uşaqlarda sonsuzluq yarada bilər. Bundan da başqa olaraq hipospadiya uşaqların ağır formlarda əsasda orqan əyri olur və sərtləşmə zamanı ciddi ağrılara səbəb olur. Buna görə də ki, bu uşaqları vaxtında əməliyyat etdirmək lazımdır. Doktor, yaşı bəs əməliyyat yaşı neçədir? Hipospadiyalı uşaqlar ən yaxşı əməliyyat yaşı 8 ayından 18 ay arasındadır. Bu dövrdə həm sağalma, həm uşağın əməliyyatdan sonraki qulluğu daha rahat olur və sağalma daha sürətlə gedir. Amma gecikmiş dövrdə artıq sağalma pozulur və təkrar olaraq əməliyyata ehtiyac duyula bilər. Burada əsas problem, gecikmiş yaşlı uşaqlarda əsas problem əməliyyatdan sonra tikişlərin arasından fistulaların, yəni bir dəliklərin açılmasıdır ki, bu da gələcəkdə təkrar əməliyyat ehtimalını artırır. Ona görə əməliyyat yaşını 18 aydan o tərəfə keçirmək məsləhət deyil.